Mən Kərimov Murad, Laçın rayonunun Məcburi Köşkün, hal-hazırda Azərbaycan Taxta Körpü, Laçın obalarında yaşayıram. Mənim evladım Kərimli Vüsal Muradoğlu hərbi xidmətə çağırıb aparıblar. 3 dəfə hərbi komissarlıqdan mənə zəng gəlib Laçın rayon komissarlığından. Mənə deyiblər ki, uşağın get müayinəyə. Üstümdə də aparmışam hər üç zəngdə də öz vəsaitimə, öz hesabıma. Şu an müayinədən keçirmişəm. Hərbi xidmətə yararlı olub, göndərmişəm gedib hərbi xidmətə. Hərbi xidmətdə keçirən zaman Naxçıvan Respublikasında uşaq gəlib hospitala, bana zəng eləyib atamdan gətirdilər Papalın hospitalına, orada yatıb. 90 gün orada yatıb, 90 gündən sonra uşaq bana zəng eləyib ki, ata gəl məni apar, məni volt edirlər. Getmişəm, həkimlə görüşmüşəm, həkim gətirib mənə bu kağızı verir. Budur. Paparın hospitalından bu kağızı verirlər ki, şu an hərbi xidmətə yararsızdır, hərbi xidmətə şu an problemi var, uşaq xəstədir. Bu da bunun müayinə biletidir. Bunu çağırıb verir mənə, gətirmişəm. İndi cənab prezident Mehriban xanım, Respublika prokuroru, xahiş edirəm sizdən. Bununla bağlı Laçın komissarına müraciət eləmişəm, yazılı şəkil surətdə. Onlar da mənə müraciət etdi ki, Laçın üzrə hakimiyyətinə məlumat verdilər ki, biz tam şəkildə, tam uşağı sağlam göndərmişik hərbi xidmətə. Bu hərbi Naxçıvan Respublikanın hərbi xidmət çəkən zaman olub. Bununla bağlı gedirsən dedilər, Azərbaycan rayonunun Müdafiə Nazirliyinə müraciət eləmişəm. Müdafiə Naziri də mənə deyir, get yaşayış yerinizdən, Azərbaycan hansı rayonda yaşayırsansə, o rayondansa forma 88 versinlər. Getmişəm Azərbaycan xəstəxanasına, orada Leyla xanımdır, yaşasındır, həkimlər, nevropatoloq. Onlar məni yönəldir ki, get Bakıya sən, Bakıya şu an apar təzdən yerindən yatır, təzdən sənət al, nə bilim, nə var, neyini. Mənimlə cənab prezident Mehriban xanım, xahiş edirəm sizdən, mənə köməkdarlıq eləyəsiniz. Əgər bu sağlamıdırsa, bunu niyə qaytarıblar əyindən bəri, göndəriblər evə, hospitala? Yox, xəstədirsə, mən niyə bunu aparıb gəzdirməliyim? Mənim o qədər imkanım da yoxdur. Bunu xahiş edirəm, bunu yoxlanılsın, bunun ya pensiyası, şu pensiya versin, sığortasını versin, xahiş edirəm sizdən. Əgər bu xəstədirsə, yenə deyirəm, bunu niyə aparıb hərbi xidmətə? Yox, sağlamdırsa, niyə qaytarıb əyindən bəri göndərib evə? İndi xahiş edirəm, xəstədir, xəstəkimin pensiyasını versinlər, sığortasını versinlər, xahiş edirəm sizdən, mənə köməkdarlıq eləmənizə. Cənab prezident Mehriban xanım, prokurorluq, Respublika prokurorluğu, sizdən xahiş edirəm, bununla bağlı araşdırma edib mənə köməkdarlıq eləsin. Mənə deyirlər, get, dəlxanadan təzdən uşağına kağız al. Mənim o qədər imkanım yoxdur ki, mən aparım təzdən uşaq orada yatırdım, təzdən kağız alam. 2 dəfə getmişəm Azərbaycan xəstəxanasına, baxmırlar. Xahiş edirəm bundan bağlı mənə köməkdarlıq eləyəsiniz.